Xan nənə hayanda qaldım. Belə başıma dolandım. Necə mən səni itirdim, da sənin tayın tapılmaz. Sən ölən gün əmmə gəldim, məni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başını qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Nə özün və nə yerin var. Hanı xan nənəm soruşdum. Dedilər ki, xan nənənin aparıbla Kərbəlaya ki, şəfasını oradan alsın. Səfəri uzun səfərdir. Səfəri uzun səfərdir. Bir-iki il çəkər gəlincə. Necə ağlaram yanıqdır. Neçə gün elə çığırdım ki, səsim sinəm tutuldu. O, mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdu, mənsiz özü tək qoyub gedibdi. Hamıdan acıq edərkən hamıya acıqlı baxdım. Sonra başladım ki, mən də gedirəm onun dalınca. Dedilər, səninki tezdir. İmamın məzarı üstdən uşağı aparma olmaz. Sən oxu Quranı tez çıx, sən onu çıxınca bəlkə gələ xan nənə səfərdən. Tələsik rəvanlamaqda, oxuyub Quranı çıxdım ki, yazım sənə gəl indi, daha çıxmışam Quranı. Mənə sovqat al gələndə. Amma hər kağız yazanda ağamın gözü dolardı. Səndəki gəlib çıxmadın. Neçə il bu intizarla günü, həftəni sanardım. Ta yavaş-yavaş göz açdım, anladım ki, sən ölübsən.